Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Respublikasının Ombudsman aparatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Konfederasiya sədri Sahib Məmmədov, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının etibarlı şəkildə qorunduğunu vurğulayıb. Bu sahədə önəmli rola malik olan Ombudsman İnstitutu ilə səmərəli əməkdaşlıq həyata keçirilir. Görüşdə Həmkarlar İttifaqları sistemində aparılan islahatlar, reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər barədə məlumat verilib. İnsan hüquqları üzrə müvəkkil, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının layiqli əmək səfiri Səbinə Əliyeva iki qurum arasında imzalanacaq memorandumun insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmini və bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Ombudsman aparatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Görüş çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.